Ermənistanın adı uzun illər Rusiyanın təsir dairəsi ilə yanaşı çəkilib. Tarix boyu İrəvan Moskvanın regiondakı əsas dayaqlarından biri kimi çıxış edib. Lakin məxməri inqilabdan sonra hakimiyyətə gələn Ermənistanın hazırki baş naziri Nikol Paşinyan bu kursu dəyişməyə çalışır. İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti isə Ermənistanın mövcud siyasi istiqamətini açıq şəkildə nümayiş etdirib. İrəvan həm bəyanatlarında, həm də praktiki addımlarında Avropa ilə yaxınlaşmaya üstünlük verir. Bütün bunlar isə Rusiyanın diqqətindən kənarda deyil. Maraqlıdır ki, vaxtilə Ermənistanın əsas dəstəkçilərindən sayılan Fransa prezidenti Emmanuel Macron da bu dəyişikliklərə xüsusi diqqət çəkib. O, əvvəlki dövrdə Ermənistanın faktiki olaraq Rusiyanın peyki kimi qiymətləndirildiyini, lakin son illərdə fərqli istiqamət seçdiyini bildirib. Stratejik otonomi 8 il əvvələ qədər heç kim Ermənistana gəlməzdi. Ölkənizə bu qədər ilk səfərlərin olması həqiqətən yaxşı göstəricidir. Çünki buna qədər bu ölkə de facto Rusiyanın peyki kimi qiymətləndirilirdi. Nikol Paşinyan 8 il öncə inqilab eləyərək Ermənistanı bu durumdan çıxarıb. Hazırki dəyişiklik sülhü və Avropanı prioritet istiqamət kimi seçdi. Ancaq İrəvanın qərbə doğru addımları bununla məhdudlaşmır. Rusiyanın Ukraynada müharibə apardığı bir vaxtda Prezident Volodimir Zelenskinin Ermənistana səfəri də diqqət çəkən məqamlardandır. Bu Zelenskinin İrəvana ilk səfəri olmaqla yanaşı səsləndirdiyi mesajlar da bir mənalı qarşılanmayıb. Xüsusilə Rusiya yönümlü erməni politoloqlar bu səfəri tənqid edərək onu milli maraqlara zərbə kimi qiymətləndiriblər. Zelenski isə Nikol Paşinyanla görüşdə iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və sülh gündəliyinin müzakirə edildiyini vurğulayıb. Ekspertlərin fikrincə isə Kreml bu mərhələdə sərt reaksiya verməkdə tələsməyəcək. Belə bir situasiyada həm Ermənistan xalqı ilə, həm də Ermənistanın mövcud hakimiyyəti ilə məhz bu epizod üzərindən münasibətlərin gərginləşdirilməsini Rusiya özünün maraqlarına zərbə kimi qiymətləndirə bilər. Ona görə də daha çox təsir imkanlarını, təzyiq imkanlarını seçkilər keçirildikdən sonra, seçkilər başa çatdıqdan sonra Ermənistan hakimiyyətinə qarşı tətbiq etmək üçün qoruyub saxlamağa çalışacaqdır. Amma təbii ki, müəyyən səviyyəli bəyanatların verilməsi mümkündür, gözləniləndir. Rusiyanın regiondakı maraqları prizmasından baxdıqda Moskvanın daha sərt mövqe sərgiləməsi gözləntilər sırasındadır. Buna baxmayaraq Kreml rəsmiləri indiyədək Ermənistanın Avropaya inteqrasiyasını onun suveren hüququ kimi dəyərləndiriblər. Lakin ekspertlər hesab edirlər ki, bu Rusiyanın tam passiv qalacağı anlamına gəlmir. Rusiyanın təbii ki, narahatlıqları artmış olacaq. Təbii bu açıq bir müharibə şəklində deməzdim olacaq, amma bu hibrid savaşları fonunda davam etmiş olacaq. Bu hələ bugün də davam edir. Ermənistanda kifayət sayda mən deyərdim ki, Rusiyanın maraqlarına xidmət edən siyasi fiqurlar mövcuddur, müxalif qüvvələr mövcuddur. Təbii ki, bu xətt üzərində də Rusiya çalışır ki, yəni həmin siyasi fiqurları ön plana çıxara bilsin və təbii ki, orada Ermənistanda siyasi idarə etməsi, iradəni ələ ala bilsin. Ermənistan hazırda iki fərqli geosiyasi istiqamətin kəsişməsində qərar tutub. İrəvan Avropaya inteqrasiyanı sürətləndirməyə çalışdıqca Moskvanın regiondakı təsir imkanları da sınağa çəkilir. Bu səbəbdən qarşıdakı mərhələ təkcə diplomatik bəyanatlarla yox, həm də daha incə siyasi gedişlərlə yadda qala bilər. Xüsusilə seçkilərdən sonraki dövr Ermənistanın hansı istiqamətə üstünlük verəcəyini daha aydın göstərəcək. Nəticə etibarı ilə İrəvanın atacağı hər addım təkcə öz gələcəyini deyil, regiondakı ümumi siyasi mənzərəni də müəyyənləşdirəcək.